Nəinki gəlin qaynana ilə yaşaya bilər, hətta 7000 yad gəlib bir yerdə yaşaya bilərlər. Qadın işləməlidirmi? Qadının nə fərqi var ki, kişidən? İşləmək istəyirsə niyə işləməsin? Bacısını, yoldaşına köçürə bilən şəxslər var. İnsan nədənsə travma alırsa, ona cavab verdiyi vaxtda həmən yaşında olmur, travmanı aldığı yaşda olur. Deyir, o zaman anladım ki, əslində atam onu mənə sevgi dili ilə nə qədər məni aşağılayıb, satıcının üzərinə çox gedirdi ki, sən kimsən ki, özünü mənimlə eyniləşdirirsən. Bir şəxsin digər şəxsə narsist adı qoyması, onun diaqnozunu digər şəxs verə bilməz də. Bunu mütəxəssis verməlidir. Mənim rəfiqələrim işləyir, mənim qrup yoldaşlarım bu mövqedədirlər, sən məni evdə kütləşdirirsən. Bir onu sıxmaq istədim, hər şey ondan başladı deyib etiraf edən qaynana ilə rastlaşmışam. Qızın rəfiqələri daha çox onu tətikləyir. İndidən qudurtma, indidən nazlarıyla oynama. Salam dostlar, siz podkast kimi adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir. Bu gün mənim qonağım psixoloq Lalə Məmmədovadır. Lalə xanım, xoş gəlmisiniz. Xoş gördük. Lalə xanım, mən əvvəllər tez-tez bu sözü eşidirdim ki, deyirlər, hər boşanan gedir müğənni olur. İndi bunu eşidirəm ki, hər boşanan gedir psixoloq olur. Sizin münasibətiniz nədir? Bu deyimdə həqiqət var, yoxdur, yoxsa ümumiyyətlə bu nə cür yaranıb sizdə? Hər halda cəmiyyət içərisindəsiz, eşitmisinizsə, demək ki, bu var. Bildirim ki, ailə qurmaq kimi boşanma da insanların həyatında normal bir fəaliyyətdir. Son zamanlar daha çox hallarda boşanan insanların gəlib efirə çıxıb müğənniyəm kimi özlərini təqdim etmələri insanlarda bu fikri formalaşdırıb deyən onları qınaya bilmirik. Bu sahəyə xüsusilə kütləvi axın olduğuna görə son zamanlar insanlarda bu fikir formalaşa bilər. Psixoloq kimi adlandırılan şəxslərin təməl təhsil növlərinə baxmış olsaq, görərik ki, əslində onların psixologiyadan həqiqətən təhsilləri yoxdur. Təməl təhsil deyəndə biz nəyə nəzərdə tuturuq? Bakalavr təhsili. Amma psixologiya elə bir sahədir ki, bakalavr təhsili ilə bu yekunlaşdırılmır. Akademik təhsili kənara qoysaq, psixoterapiya üçün terapiyanın təlimləri var ki, biz onu almadan özümüz birbaşa insanlarla işləyə bilmirik. Amma bu gün təəssüf edici məqam nədən ibarətdir? İnsanlar 3, 4 6 aylıq təlimləri almaqla özlərini rahat şəkildə psixoloq adlandıra bilirlər. Sahənin dərinliyinə varanda anlayırsan ki, bu nə qədər məhsuldar, nə qədər həssas bir sahədir. Amma təbii ki, dayaz görünən sahə kimi yaxınlaşanda insanlarda bu fikri formalaşdıra bilirlər. Boşanmaya aid dediniz. Razı deyilsiniz bu fikirlə? Bu fikirlə təbii ki, razı deyiləm. Çünki müxtəlif sahələrdə işləyən insanlar evli də ola bilər, boşanan da ola bilər. Yəni bu cəmiyyətdə hər bir kəsə aid olan bir sahədir. Məsələn, niyə razı deyiləm? Mən boşanmamışam. İlk nigahımdayam və illərin psixoloquyam. Yəni bunu belə ümumiləşdirib demək doğru deyil. Və yaxud da boşanmış və hal-hazırda psixoloq olan insan da qınamalı deyil. Çünki qarşı tərəf hansı hadisələri yaşayıb və nəyə görə bu hadisə baş veribsə də onu da bir tərəfli müzakirə eləmək doğru deyil. Amma insanların deməyində belə bir həqiqət ola bilər ki, psixologiyaya son zamanlar kütləvi belə deyək bir axın var, bəli. Bu axından dolayı insanlarda bu fikir formalaşır. Amma özlərini tam olaraq kiməsə etibar edirlərsə, onun ən azından bir savadlılığına baxıb meyar olaraq ölçüb təhlil etsələr, görərlər ki, hər boşanan psixoloq olmur. Məsələn, bilirsiniz necə olur bu cür sürətli şəkildə psixoloqların sayı artır, əgər müğənnilərlə müqayisə ediriksə? Fərqi yoxdur. İbtidai sinif təhsili müəllimi ola bilər və yaxud loqoped ola bilər və yaxud ümumiyyətlə bu sahə ilə yaxından uzaqdan ixtisas uyğunluğu olmayan şəxslərin sosial şəbəkələrdə yəqin ki, rast gəlirsiniz. Şəxs olaraq özü psixologiyanı bitirib, 4 illik bakalavr təhsilini alıb və düşünür ki, sosial mediada tanıtım edəcək, Instagramda bir səhifə açacaq. Bir il əgər müəyyən qədər çalışdısa, artıq özü psixoloq oldu və başladı təlimlər verməyə və sahə uyğunluğunu nəzərə almadan təlimlər verir. Sertifikatla insanlar psixoloq olur. Yəni burada artıq fərqi yoxdur da, o həqiqətən psixoloqdurmu, yoxsa bəlkə də metallurgiyanı qurtarıb, amma gəlib 4 aylıq təlimdə iştirak edib və biraz da YouTube-da baxıb türk psixoloqlarına müəyyən məlumatlar əldə edib və birbaşa başlayırlar insanlardan işləməyə. Burada hardasa deməklərində müəyyən qədər haqları da var. Təklif edərdim ki, ümumi yanaşmasınlar. Evlilik boşanma dedikdə, bir neçə podkast öncə 95 yaşlı Leyic sakini Məhbubə nənə ilə bir podkastım vardı. Orada mən ondan soruşdum. Mənə sadəcə maraqlı oldu ki, bir əsrə yaxın ömür yaşamış bir insan nə düşünür bununla bağlı? O belə deyim də optimal bir cavab verdi, amma sizin fikriniz də maraqlıdır. Sizcə gəlin qaynana ilə bir evdə yaşamalıdır, yoxsa ayrı yaşamalıdır?
Psixoloq olaraq cavablandırsam, şəxsə görə dəyişir. Burada hər ailənin ünsiyyət dili var, münasibətlər mədəniyyəti var, münasibətlər dinamikası var. Yəni bunu əgər düzgün şəkildə qura bilirlərsə, tam əminliklə deyə bilərəm ki, nəinki gəlin qaynana ilə yaşaya bilər, hətta 7000 yad gəlib bir yerdə yaşaya bilərlər. Əgər bu şərtləri gözləyirlərsə. Əks halda əgər şəxslər münasibətlər arası öz emosional sərhədlərini qoruya bilmirlərsə, bu zaman bir yerdə yaşamasalar belə onların ümumiyyətlə birlikdə fəaliyyətləri mübahisəli olacaq. Təcrübəmdə nəyi tez-tez görürəm? Münasibətlər qaydasındadırsa, şəxslər bir-birlərinə əgər hörmət edirlərsə, o zaman onların birgə yaşadıkları müddətdə də möhkəmlikləri olur. Əgər bir-birlərinin o emosional sərhədlərini qorumurlarsa, yəni onlar ayrı-ayrı yaşadıqda da mütləq şəkildə ananın oğlu deyək də, gəlin qaynana deyiriksə, ortada mütləq yoldaş rolu olur. O həmişə əziyyət çəkir. Yəni bunu bir mənalı təcrübəmdən görmüşəm. Yazıq kişilər həmişə əziyyət çəkir. Bu qaynana gəlin söhbəti düşəndə mən həmişə qaynana filmi yadıma düşür. Yəqin ki, qaynana da pis ola bilər və ya onun əksinə gəlin də pis ola bilər. Və yaxud da hər ikisi pis ola bilər, hər ikisi də yaxşı ola bilər. Amma o filmin nümunəsində adam bəzən düşünür ki, o deyir, dinsizin öhdəsindən imansız gələr. İndi oradakı vəziyyətdə o cür ona bir gəlin lazım idi ki, qaynana filmində göstərilən versiyada ki, bir insafa gəlsin insan. Səməd bəy, ümumiyyətlə gəlin qaynana mövzusu illərdir, əsrlərdir, xüsusən də Azərbaycanda mövzusu bitməyən bir sahə kimi qalır. Burada söhbət gəlin və qaynanadan getmir. Bəzən olur ki, ana öz oğlundan belə narazı qalır. Yəni buna gəlin neynəsin? Xüsusilə nə qədər ki, bu dönəm bizdə yekunlaşmayacaq. Məsələn, evlənsin düzələr oğlum. Düzəltmək üçün evləndirmək. Bəli, yəni mən demirəm hamıda bu belədir. Kifayət qədər evladına düzgün sərhədləri öyrədən, eyni zamanda öz bağlılığını evladından düzgün şəkildə tənzimləyən analar var ki, bu günləri həm oğullarından, həm gəlinlərindən, eyni zamanda öz qızlarından belə razıdırlar. Amma bu gün elə analar görürük ki, öz evladlarından belə razı. Burada söhbət anadan getmir. Ümumiyyətlə ailə faktorundan gedirsə, yenə də gəlib çıxırıq münasibətlərə diqqət edirsinizsə. Amma bunu ümumiləşdirib yaxşı gəlin, pis gəlin, yaxşı qaynana, pis qaynana kimi səsləndirməyi psixoloq olaraq düzgün qəbul edə bilmirəm. Belə bir halların olmaması üçün də, yəni yaxşı gəlin, pis gəlin, yaxşı ana, yaxşı qaynana və bu halların yaşanmaması üçün tövsiyə verəsi olsaydınız, hər hansı bir rəfiqəvizə belə götürək də, nə deyərdiniz? Şəxsi sərhədləri qorumaq lazımdır. Bunu əgər qoruya bilirsənsə, yetkin şəxs olaraq əgər özün üçün bunu tənzimləyə bilirsənsə, mütləq şəkildə bu qarşındakına da təsir eləyəcək və bu zaman münasibətlər sağlam olacaq. Baxın, burada təkcə gəlin-qaynana münasibəti deyil. Fikir verin, mən az əvvəl dedim ki, burada ana, ata, yəni valideyn-evlad münasibətinə də yansıyır. Eyni zamanda bu yeznə dediyimiz də digər qarşı tərəf üçün qaynana, qaynata, yəni yezlənin də var bu münasibətləri. Ortada qalan ona görə kişilər olur ki, dediniz ki, yazıq kişilər, ona görə kişi olur ki, gəlin və qaynana hər ikisi eyni cinslidir və hər ikisinin bəzən cəmiyyət bunu paylaşmamaq kimi qəbul eləyir. Amma xeyr, elə deyil də, yəni heç bir ana o qədər egoist deyil ki, evladını paylaşmasın. Təəssüf edirəm ki, amma bunu müəyyən adamlar o yaxşı rəy qazansın deyənə bunu bu şəkildə vurğulayırlar, amma elə deyil. Hər bir qız ana olur da. Mən məsələn anayam, evladlarımın xoş gününü təbii ki arzulayıram, amma əsla düşünmürəm ki, nə vaxtsa onun seçib, onun bəyəndiyi bir xanımı mən ona qısqanaram və yaxud paylaşmaram. Yəni bu düzgün deyil. İndi düz rəfiqəm mənə deyir ki, bunu sən belə düşünürsən, amma bizim evimizdə bu belə deyil. Mövzunu danışdıqca, açdıqca aydın görmək olur ki, münasibətlərdə bir-birlərinin sərhədlərini qorumurlar. Emosional sərhədləri qorumurlar. Yəni duyğusal olaraq mənim özümə yönləndirdiniz. Mən öz fəaliyyətimdən dolayı deyəcəm bunu. Tutalım məsələn gəlin və qaynana hər ikisi eyni evdə yaşayırlar. Bax sualınız o idi ki, bir evdə yaşamalıdırlarmı? Psixologiya bunu yəni inkar eləmir, çünki münasibətlərə bağlayır. Amma bəzən elə olur ki, yaşamaq məcburiyyətindədirlər. Çünki bunların başqa yaşayacaq evləri yoxdur. Məcburdurlar ki, bir evi paylaşsınlar. Və nə baş verir? Deyir ki, məsələn, gəlin, mətbəxdir, hər hansı bir hadisə oldu. Tutalım, məsələn, yeməyin vaxtı ötdü. Bunu axşam saatlarında qaynanamın alıb telefonu öz bacısı ilə, öz qızı ilə paylaşmağını qəbul eləyə bilmirəm. Sual verəndə ki, sən bunu doğru şəkildə qaynananla bir söhbət eləyib, bir stəkan çay dəm alıb, oturub, söhbət edib, bir bunu bildirirsənmi? Deyir ki, bir neçə dəfə bildirmişəm, amma yenə də eyni haldır. Ona görə baxırsan ki, emosional sərhəd pozulur da. Yəni belə də ki, bilsin də, qızı bilsin ki, bu gün evdə yemək yanıb. Yəni bu nə qədər səni qıcıqlandıra bilər?
Amma adam buna əgər qəbul eləmirsə, hər iki tərəf bir-birinə hörmət eləməlidir. Yəni bu evdə 4 divar var ki, o evin möhkəmliyini saxlasın. Amma insan düşünəndə ki, mən bir evdə əslində 2 adamla yaşayıram. Yeri gələndə atdığım addım bunu 14 nəfər bilirsə, ola bilər ki, insan bundan narahat olsun. Gəlin etiraf eləyək ki, ev hər bir kəsənin o şəxsi məkanıdır da. Həmin o şəxsi məkanı əgər yalnız evdəkilərlə deyil, o düşünəndə ki, bunu digərlər də paylaşır. O zaman gərginləşə bilirlər və münasibətin kökü də burdan korlana bilir. Layla xanım, gəlin qaynana münasibətində belə bir şey ola bilərmi ki, gəlinlərin öz qaynanaları ilə yaşadıkları problem əslində öz anaları ilə yaşadığı hər hansısa bir çözə bilmədikləri problemlər olub və yaxud da hər hansısa bir narahatlıq valideynləri bunlara yaşadıb, ola bilsin uşaqlıqda nəsə öz anasından travma alıb. Bəli. Onu öz qaynanası ilə münasibətdə görür və bu o türklər demiş tətikləyir onu. Əsl səbəb budur. Sadəcə insan özü bilmir ki, səbəb qaynaq oradır. Öz anası ilə yaşadığı problemdir. Ola bilər. Bəzən bu gəlin-qaynana münasibəti kimi görünsə də, anadan psixologiyada ona transferensiya deyirlər, köçürtmə. Yəni obraz olaraq digər obrazı qarşı tərəfə köçürtmə olur. Yəni sanki belə deyək də, mən hər hansısa bir filmdə mənfi obraz görmüşəm. Bəli. Və o mənfi obraza bənzər yaxşı bir insan belə görsəm, Bəli. o məndə onunla assosiasiya olunur və nəticədə ona yaxşı münasibət göstərə bilmirəm. Buna aid sizə nümunə çəkəcəm. Necə ki oğlanlar əsgərliyə gedəndə o deyirlər ki, özü zəif göstərmə falan. Bəzən bu mövzuda qızın rəfiqələri daha çox onu tətikləyir. Deyirlər özlərini zəif göstərmə. Məsələn, bəli, çox təəssüf hissi ilə bunu bildirəcəm. İndidən qudurtma, indidən nazları ilə oynama, insan ki bu adam döyüşə gedir. Şəxs qəbul eləsə ki, mən bir ailədən digər bir ailəyə gedirəm. Fərqi yoxdur, onlar bir yerdə yaşayırlar, yoxsa ayrı-ayrı evlərdə yaşayırlar. Amma artıq burada ailələr birləşir axı. Onu qəbul etsələr, münasibətləri tənzimləyərlər. Amma burada problem nədir? Əgər bir rəfiqənin qaynanası ilə çox ciddi şəkildə münasibət pozğunluğu varsa, onu mütləq şəkildə digər rəfiqəsinə yeni ailə quracaq. Hələ bunun nişan ərəfəsidir. İndidən tutalım kəlağayının rəngini gəlin qırmızı deyib, qaynana deyib ki, bəlkə bu gül qurusu daha yaxşı olar. Yəni təklif verib də, yəni məcbur eləməyib. İndidən onun o dominantlığını göstərməkdən ötürü o bilmirəm də kimin daha çox tətikləyici qüvvələri hardandır. Anadan ola bilər, rəfiqədən ola bilər, qohum-əqrəba tərəfdən ola bilər ki, bunlar bu gün var. Yəni etiraf edeyim ki, işlədiyim ailələrdən bunlarla rastlaşıram ki, bununla köçürtmə deyirik. Obrazların köçürülməsi yansıyır. Yəni həmən gəlin artıq evə gedib çatmamışdan qılınclı qalxanlı gedir və yaxud da əksi ola bilər. Məsələn, qaynana. Düzdür, indi bu dəqiqə son dövrlərdə o gəlin süpürgə məsələsi çəkilmir, amma özünü göstərmək, indidən özünü bərk tutmaq kimi münasibətləri görürük. Məsələn, 3 ayın gəlinidir, münasibətlərində artıq boşanmaya müraciət ediblər. Kökünü axtarırıq. Əslində tanımadığı halda, gəlini ilə bir yerdə yaşamadığı halda, indidən yəni bir onu sıxmaq istədim, hər şey ondan başladı deyib etiraf edən qaynana ilə rastlaşmışam. Bu şəkildə olur. Bəzən olur ki, qızlarda evdə öz ailəsində ana dominantdır. Evdə müəyyən şeyləri gəlir, ona bildirir və ana onun üçün müəyyən problemləri həll eləyir. Gəldiyi ailədə ola bilər ki, burada qaynana dominant deyil də, söz sahibi qaynatadır. Onda o qaynanasından rahat şəkildə inciyib küsür və onu sanki bunu edə bilər, amma etmir. Niyə anam edirdi ki? Amma qaynanam bunu istəsə eləyərdi. Bu kimi düşüncələrində hekayələr qururlar. Hekayənin qurbanına çevrilirlər. Və yaxud da tərsinə ola bilər. Ona görə təməlli psixoloqlar ailəni hər tərəfdən aydınlaşdırır. Çünki mütləq şəkildə əgər bir şəxs narahatdırsa, tetikləyən nöqtələri fərqli yerdən gələ bilər. Təbii ki, bunu müəyyən o təlimlə öyrədilmir də. Yəni bunu oturub təhlil eləmək lazımdır. Və yaxud da atadan ola bilər. Məsələn, evdə hər bir şeyi ata eləyir və o özündən asılı olmayaraq ata obrazını gəlir yoldaşından tələb eləyir. Amma fikir verin, ata ilə bu gün ailə qurduğu yoldaşı hər mənada. Burada həm maddi gedir, həm mənəvi gedir, həm hüquqi deyək cəhətdən eyni deyillər. Yəni fərqli adamlar. Bəli, fərqli adamlardır. Biz bunları necə proyeksiya eləyib eyni zamanda da tələb edə bilərik. Məsələn, tutalım, atam ən son model maşın sürür, bu səndə də olsun. Zaten o adam istəyir onda olsun. Amma olmursa, bundan ötürü onu qınamaq, ona davamlı olaraq rəfiqəmgil bunu alıblar, rəfiqəmgil onu alıblar deyib, qarşı tərəfi bəli, yükləmək olmaz ki, ən son mənim işlədiyim ailələrdə sıxıntılar budur. Yəni buna dirənir. Köçürtmə.
Burada siz indi deyirsiniz ki, gəlin qaynanaya köçürtmə edə bilərmi? Nəinki qaynana, ananı qaynanaya, nəinki atanı qaynataya. Hətta qardaşını, yoldaşını köçürtmə edən beyinlər var bu günləri və yaxud da onun əksi. Məsələn, bacısını yoldaşına köçürə bilən şəxslər var. Yəni burada Yəni oğlan bacısına bəli, oğlan deyir ki, bacım bu qədər işi çatdırırsa, niyə çatdırmırsan? Fiziki imkanlar var, görüb götürmüşlüyü var, təcrübə var, zaman var. Yəni bunları ölçüb üzləşdirə biləndə və bizim əsas funksiyamız şəxslər arasındakı ünsiyyəti anlaşılan etməkdir. Bir psixoloqun yəni ailə psixoloqlarının. Bəli, ailə psixoloqlarının, eyni zamanda psixoterapevtlərin, yəni müəyyən o qaydalarımız var ki, hansı ki, bizə müraciət edən danışanların ilk əvvəl psixi sağlamlığını bir təyin etmək. Yəni biz konkret olaraq diaqnoz qoymuruq. Diaqnozu psixiatr qoyur. Amma münasibətlərin formalaşdırılması bizim sahəmizdir. Ünsiyyəti anlaşılan dilə gətirəndə iki şəxsin arasında inanın ki, heç bir belə problem olacaq və yaxud az əvvəl dedim ki, qaynana 3 aylıq gəlin artıq boşanma məsələsi. Onu belə əgər dəf edə bilmişiksə, bu düşünürəm ki, yaxşı bir sahədir Azərbaycanda. Yəni praktikamızda olub belə bir boşanma həddində olan olub. Orada kim olub? Məsəl üçün gəlinin daha çox problem yaşadığı olub, yoxsa qaynananın? Yəni problemin mənbəyi əslində işlədiyim olaraq. hər bir şəxsə aid olanı var. Sadəcə 2025-də ən çox yadımda qalan faktorlar gəlinin daha çox tələbkar olmağı. Sizcə bunun səbəbi nədir? Sosial şəbəkələr ola bilər. Bəli, tam olaraq düzgün vurğuladınız. Əgər illər əvvəl insanlar yalnız öz ailələri ilə və öz qazanclarına uyğun, Və yaxın çevrələrinə görə. Bəli, öz təhsil imkanlarına və bacarıq sahələrinə görə müəyyən tələblər qoya bilirdilərsə, indi artıq çox rahat şəkildə telefonlar hər evdə var, internet var. Hər hansısa bir reels-i göndərib deyə bilərlər ki, bax. Dayanan duran yerdə istənilən evə bir ot salmaq olar yəni. Aha, başa düşdüm. Göndərməyin belə reelsləri. Məhbənə ilə podkastda ondan soruşduğum məsələlərdən biri də işlə də bağlı. Sovet dövründən danışırdıq. Mən kolxozda da işləyirdim, nə bilim, gəlib evdə də işləyirdim. Bir psixoloq nə düşünürsüz? Qadın işləməlidirmi və yaxud da qadının işləməyinə yaş, şərait təsir etməlidirmi? Nəyə görə bu sual verirəm? Çünki fərqli fikirlər var. Kimlərsə deyir ki, bu sual ümumiyyətlə olmamalıdır. Kimsə deyir ki, yox da, ən azından qadının bir seçim haqqı olmalıdır. Bəlkə kimsə istəyir ki, işləsin, bu formada özünü təsdiq etsin. Kimsə deyir ki, yox da mən işləmək istəmirəm. İşləmək istəmirəmsə niyə mənim üstümə yüklənirsiz ki, yox illah da işləməlisən. Siz nə düşünürsüz bundan bağlı? Bu mövzuda danışdıqca danışa bilərəm. Yenə də şəxsə yönəlikdir. Biz işləyənə də, işləməyənə də hörmətlə yanaşmalıyıq cəmiyyət olaraq. Çünki hər kəsənin özünün bir seçimi var. Əsasən mənə müraciət olunan məqamlarda qadın işləmək istəyir və burada yoldaşı müəyyən mənada ya icazə vermir, ya şərait yaratmır. Qadın işləməlidirmi? Qadının nə fərqi var ki, kişidən? İşləmək istəyirsə niyə işləməsin? Amma gəlin baxaq ki, qadının cəmiyyətdə qoyulan vəzifələrdən ən önəmli biri onun ana olmasıdır. Əgər qadın anadırsa, gənc anadırsa, körpəsi varsa, onu qoyub 8-10 saatlıq bir rejim hər hansı bir işdə çalışırsa, bu nə öz psixi sağlamlığını idarə edə biləcək, nə evladının, nə də yoldaşının. Mən istəməzdim. Deyəcəklər ki, yoldaşının psixi sağlamlığını niyə idarə eləsin ki, gedib özü idarə eləsin. Yox, elə deyil. Ailə olanda artıq ailədə hamı bir-birinə görə məsuliyyət daşıyır deyə düşünürəm. Ola bilər bu fikrimə görə məni təbii ki, indi izləyəcəklər, müəyyən fikirlər söyləyəcəklər. Yəni bunu normal qəbul edirəm. Bu mənim fikrimdir, mən belə görürəm. Çünki ailədirsə əgər bu insanlar bir-birlərinə dəstək olmayacaqlarsa niyə ailədirlər? Əgər mən yoldaşımın psixi sağlamlığını bu gün rahat şəkildə deməliyəm ki, gedib özünü müəyyən mənada idarə etsin və yaxud gedib psixi sağlamlığını kifayət qədər cəmiyyətdə psixoloq var, o yönləndirsin deyəcəyəmsə, yəni mən nəyə görə o zaman ailə oluram? Yəni bu doğru deyil axı bu cür yanaşma. Bilmirəm, mənə görə doğru deyil, amma kimsə bunu yanlış hesab edirsə, təbii ki, mən ona hörmət edirəm və haqlısan deyirəm. Çünki fikrini dəyişə bilməyəcəm. Bir case üzərindən gedəcəm. Deməli, gənc ailədir, qız ali təhsillidir, kifayət qədər bilik bacarıqları var, hətta ingilis dilisi yüksək səviyyədədir və bu qədər çalışmaqla anadır. Qazandığı maaşın hardasa 50-60%-ni verməlidir müəyyən bir özəl bağçaya və yaxud dairəyə ki, evladı sağlam mühitdə etibarlı şəkildə
Bu Böyüsün də. müddəti, bəli, bu müddəti keçirsin. Yoldaşı da belə olduğu təqdirdə deyir ki, sənin işləmə əvəzində mən etiraz eləmirəm, lakin gəl belə baxaq da, əgər sənin 50% gəlirin ora gedirsə və bunun da deyək ki, aşağı-yuxarı bir 10-15% sənin nəqliyyat prosesinə gedirsə, sənin yerdə qalan o 35-40% maaşa görə əgər gedirsənsə və buna görə sən işlədiyin mühitdə bu qədər yüklənib, yorulub gələcəksənsə, bax mən onu sənə ödəyirəm. Nədir? Mən Sağlam bunu sənə ödəyirəm. razılaşma. Bəli, sən də onun müqabilində ailədə xoşbəxt şəkildə qalırsan, evladınla ilgilənirsən, həm arxayın olursan ki, digər mühitlərə düşmür, tam etibarlı şəkildə müəyyən bir həddə-buluğa bu evladımızı çatdıraq. Enerjin də özündə Və qalır, vaxtın da. Bu ailənin bəli, qazanc mənbəyi mənəmsə, mən bunu sənin üçün təmin edirəmsə, mən də evə gələndə yorğun qarşımda qadın yox, evində rahat, təhlükəsiz bir yerdə, rahat psixoloji bir durumda evə dönmək istəyirəm deyir və qadın bunu yanlış anlayıb bildirir ki, sən mənim hüquqlarımı pozursan, sən məni evə dustaq edirsən, mənim rəfiqələrim işləyir. Yenə də gəlib çıxırıq rəfiqə söhbətinə. Mənim qrup yoldaşlarım bu mövqedədirlər, sən məni evdə kütləşdirirsən. Baxın, qarşıdurma burdan yaranır. Bu şəkildə indi mən sizə sual verirəm. Elə izləyənlərə, yəni hər kəs fikir söyləyə Siz də bilər. fikrinizi yazın şərhdə. Yəni mənə həqiqətən maraqlıdır ki, belə durumda ana işləməlidirmi? Belə bir sual xatırlayıram. Deyir, dünyada eyni yaş uşaqların üzərindən sual aparılıb. Təbii ki, 1-2 uşaq hər ölkədən və Yapon uşağı yarpaq nə rəngdədir sualına cavab verib ki, hansı fəsildə? Hı. Düşünürəm ki, qadın işləməlidir sualına qadının kişidən heç bir fərqi yoxdur bu mövzuda. Əgər o savadlıdırsa, əgər o bacarıqlıdırsa, əgər o bu işi mükəmməl şəkildə verə biləcəksə, cəmiyyətimizə bir töhfəsi olacaqsa, niyə işləməsin? Nə yaxşı ki, işləsin. Lakin bu qadın əgər öhdəliyini yenə də dedim də, cəmiyyətdə rolu var da, yəni qadının anadırsa, mütləq şəkildə evladını bir düşünsün, ailəsini düşünsün, ondan sonra özü qərar versin ki, mən burada nə qazanıram və nə qədər qazanıram? İtirdiklərimi nə qədər bərpa edirəm bu qazandıqlarımdan? Bax, bu sualı tövsiyə olaraq burdan verirəm. Həmin o şəxslər özləri otursunlar, bir bunu düşünsünlər, bir vərəqdə yazsınlar, gəlirlərin, çıxarların qeyd eləsinlər, sonra özləri qərar versinlər. Amma işləməkləri təbii ki, pis deyil, çünki hər kəsin arzusu var, öz rifahını yaxşılaşdırmaqdan ötürü təbii ki, işləməlidir. Nə olsun ki, qadındır. Məsələn, birinin tutalım 28 yaşı var, subaydır. O yaşda gedib kimdənsə deməli deyil ki, mən müəyyən bir ehtiyaclarım var. Yəni bu doğru deyil axı. Yəni bu yaşda niyə işləməsin? Yenə də gəlirəm həmin o Yapon uşağın verdiyi cavaba ki, hansı fəsildə soruşulur yarpağın rəngi? Yəni mən hansı yaş dönəmindəyəm? Nə qədər məsuliyyətim var? Öhdəliyimdə nələr var? Bunları düşünsə, düşünürəm ki, qadın işləyib işləməməyinə özü sağlam şəkildə qərar verəcək. Deməli hər şey individualdır. Mənə maraqlıdır siz nə düşünürsünüz bundan bağlı? Şərhdə yazın. Bir də indi qadınlara siz dediniz, kişilərə də mən deyim ki, ümumiyyətlə dost nə deyər, kimsə nə deyərə elə də fokuslanmamaq lazımdır. Baxmayaraq ki, özümüz hamımız məncə bunun təsirinə düşürük bu və ya digər formada, amma elə də bu məsələlərə fokuslanmamaq lazımdır. Lala xanım, tez-tez son zamanlar narsist sözünə rast gəlmək olur. Sosial mediada, TV-də, kütləvi informasiya vasitələrində. Narsistlərin sayı həqiqətənmi son illərdə bu qədər artıb? Yoxsa narsist sözü də kimi gəldi, narsist demək də bir trenddir? Əslində haqlısınız. Çünki xüsusən bu sosial mediada psixoloqların özlərinin təqdimatında hər mövzuya toxunduqlarına görə narsizmə də toxunublar və bu termin olaraq cəmiyyətin bir növ dilinə düşüb. Necə ki, valideynlər tez-tez bildirirlər ki, mənim uşağım travma aldı, mənim uşağıma bullying oldu, hansı ki bunu psixoloqlar öz səhifələrində danışıb cəmaatı maarifləndirirlər deyə. Narsistlik də bir növ işlətmək, o sözdən sanki mən də məlumatlıyam demək, bəli, dəb halına gəlib. Çünki bir şəxsin digər şəxsə narsist adı qoyması, onun diaqnozunu digər şəxs verə bilməz də. Bunu mütəxəssis verməlidir. Bu bir dəb deyil. Hər özünü sevən, hər sərt danışan, hər sərhədlərini qoruyan şəxsi biz bu gün narsist adlandıra bilmərik. Və düşünmürəm ki, bu gün cəmiyyətimizdə narsist çoxdur. Yəni bunu biz işlədikcə bilirik və mən bir mütəxəssis olaraq belə düşünmürəm. Siz kadr arxasında bir hadisə danışdınız. İstəyirəm ki, onun haqqında danışasınız. Çünki düşünürəm ki, bizi izləyənlər də, dinləyənlər də bundan özləri üçün faydalana biləcəyi bir fikir götürə bilərlər.
Biz hər birimiz gündəlik həyatımızda müəyyən hadisələri müşahidə edirik. Fərqi yoxdur hansı ixtisas sahibiyik, amma müəyyən məsələlər var ki, orada sözləri yox, şüuraltıları görə bilirik. Fərqimiz budur bizim. Geyim mağazinində hər kəs bir geyim seçir, digəri geyimi təqdim edir. Qəfil gələn səs mağazada olan hər kəsin diqqətini çəkdi və məlum oldu ki, geyim seçərkən satıcı xanımın alıcı xanıma alıcının seçdiyi geyimi təsdiq etmək üçün bildirib ki, əslində bu çox gözəl modeldir və bundan mən də özüm üçün almışam. Yəni dediyi cümlə bir dənə bu olur. Yəni satıcı deyib alıcıya. Alıcının seçdiyi geyimi satıcı təsdiq edib və bildirib ki, bu sizin aldığınız geyim çox gözəldir. Bundan mən də özüm üçün almışam. Və o sözdə burada bir gurultu, bir səs-küy yarandı. Orada diqqətimi çəkən əsas məqam nə oldu? Mağazanın sahibi yaxınlaşdı dərhal. Bildirdi ki, əslində burada elə bir qəbahətli bir şey yoxdur. Bu model həqiqətən çox yaxşı modeldir. Və hətta bundan mən də özüm üçün almışam və alıcı bir deyib sakitləşdi. Amma o müddətdə satıcının üzərinə çox gedirdi ki, xidmət göstərən qızın üzərinə. Sən kimsən ki, özünü mənimlə eyniləşdirirsən? Sən bir qadınsan, o bir qadındır. Hətta mağazanın sahibi də qadın idi bu arada. 3 qadın arasında bir üçbucaqlıq yarandı. Və mənim diqqətimi çəkən nə oldu orada? Biz bilirik ki, müəyyən mağazalarda satıcılar xidmət göstərirlər və bu biraz faiz məsələsinə görə onlar buna maraqlı yanaşırlar. Alıcının problemi burada daha çox qabarırdı ki, bir insan bir insanla, yəni sənin hansı statusun olması mağazada bir önəmi yoxdur da. Sən bir şəxs olaraq gəlib özünə geyim seçirsən və sənin fikrini mağazanın sahibinin daha baxımlı, daha belə deyək, görüntüsü sənin xoşuna gəldi deyə ondan qəbul elədin eyniliyi, amma satıcı xanımdan o eyni geyimi almağını qəbul eləmədin. Və burada nə meydana çıxır? Sosial rolların tamamlanmaması. Yəni özündən zəifi görəndə səsinin yüksəldilməsi, sən mənimlə özünü eyniləşdirə bilmərsən. Niyə ki? Yəni burada xanım olaraq hər üçünüz xanımsınızsa və bir fikir söyləyibsə, düzdür burada indi izləyənlər bildirə bilər ki, satıcının haqqı yoxdur da, gəlib alıcı tutalım bunu seçibsə, o onu niyə eyniləşdirir ki? Bunu da deyə bilənlər olacaq. Mən burada nə alıcını, nə satıcını, nə elə yazacaq insanları belə, yəni qarşılaşdırmıram. Sadəcə sosial rollarımızı o qədər özümüzlə daşımağa bu aralar zorlamışıq ki, bir növ. Sanki bir insan bizimlə eyni ola bilməz. Yəni bu ciddi şəkildə bir travma yaradır müəyyən şəxslərdə ki, bunu kənardan görmək olur. Yəni biraz rahat olun, rahat. Bəli, biraz rahat olun yəni. Sizin bir statusunuz vardı Facebookda. Onun məğzi təxminən belə idi ki, insan yalnız pislik edəndə pis olmur, yaxşılığı dayandıranda da pis olur. İstəyirəm bunu biraz açıqlayasınız. Nə nəzərdə tutulurdu orada? Adətən biz nə görmüşük? Görürük ki, insanlar birinə kimsə pislik edir və bunu görürük, deyirik ki, hə, filan kəsə pislik elədi. Bunu hamı görür və qəbul eləyir. Lakin elə anlar olur ki, davamlı yaxşılıq elədiyin adama artıq müəyyən bir mövqeyə gətirib çatdırdıqdan sonra o yaxşılığı saxlayırsan, çünki buna sənin gücün çatmır. O zaman səni qayıdıb pis adlandırmaqları, bax bu zaman bu nəticəyə gəldim ki, insanlar ancaq pislik edəndə deyil, yaxşılığı saxlayanda da pis kimi görünürlər. Belə də ki, yəni kim istəyir insanı yaxşı görmək istəyən də yaxşı görür, pis görmək istəyən pis görür. Amma mən düşünürəm ki, çox insan həyatında bu hadisə olur ki, müəyyən dəstək, kömək, yaxşılıq edirsən, gətirib bir adamı müəyyən A nöqtəsindən B nöqtəsinə çatdırırsan və deyirsən ki, hə, artıq bu B nöqtəsində sən sərbəstsən də, rahatsan. Və ondan sonra yenidən o gözləyir ki, B nöqtəsindən səni C nöqtəsinə də aparasan. Bu zaman bunu eləməyəndə deyirlər ki, sən pis adamsan. Yaxşı, sizcə onda nə etməlidir? İnsan ümumiyyətlə yaxşılıq etməməlidir? Yəni çəkinməlidirmi buna nəzərən yaxşılıq etməkdən, yoxsa necə? Yox, gücü çatdığı qədər etməlidir və qarşısındakı insanın o məni yaxşı və ya pis qiymətləndirəcək meyarı ilə yaşamamalıdır. Hər kəs özü özündə əgər rahatdırsa, qarşı tərəfin dediyi və etdiyini o qədər də önəmsəməyə bilər. Kadr arxasında bir şey də demişdiniz ki, mənə valideyn-övlad münasibətində sevgi dili ilə aşağılamaq məsələsi var. Bu nə deməkdir? İstəyirəm bunu da biraz açıqlayasınız. Adətən hamımız bilirik ki, valideynlər övladlarını çox istəyirlər, əzizləyirlər və onlara müəyyən adlar qoymaqla etiketləyirlər və o formada böyüdürlər. Zaman keçdikdən sonra həmin o körpələri böyüyür artıq. Məktəbli olur, tələbə olur, hətta özlərinin arzuladığı kimi bir iş sahibi olur və o sevgi dili ilə davamlı olaraq onu əzə bilirlər. Məsələn, onların o hal-hazırdakı olduğu statusuna görə deyil, elə müəyyən o körpəlikdə dediyi adları davamlı deməklə
övladlarında ciddi travma yarada bilirlər. Bunu hər hansısa bir nümunə üzərindən getmək olarmı? Yəni şərti nümunələrdə Baxın, adlar burada çəkilmir. müxtəlif istiqamətlərdən getmək olar. 2 müxtəlif nümunə üzərindən gedəcəm. Mən elə bilirəm ki, aydın olacaq hər kəsə ki, burada məğz nədən ibarətdir. Mən düşünürəm ki, istənilən halda uğurlu övlad deyəndə, yəni yaxşı təhsil almış, özünü cəmiyyətdə doğru düzgün hərəkətlərinə nəzarət edə bilən şəxs uğurlu övlad sayılır. Həmin bu övladın nailiyyətləri birbaşa valideynin qazancıdır. Çünki o övladını bu yaxşı məqamda yerləşdirib. Bir кейsin bundan ibarətdir ki, övlad bir müəssisədə gəlib şöbə müdiri olub və bildirir ki, iş yoldaşlarımın yanında atamla rastlaşanda, atam onların yanında məni çox rahat şəkildə filankəsin oğlu deyib heyvan adı ilə məndən iş tapşırır. Əslində mən atamın hər zaman ona itaətkar olmuşam, atamı çox istəyirəm və heç vaxt onun istəklərini geri çevirməmişəm. Amma buna o qədər öyrəşmişəm ki, artıq diqqət etməmişəm. Bir gün olur ki, mənim 2-ci dərəcəli bir qohumum bunu mənə öz iş yoldaşlarımın yanında bildirir ki, elə atan düz vurğulurdu, sən elə belə o adı bildirir. Bəli, sən elə o adı filan kəssən. Yəni bu formada bildirir. Deyir, o zaman anladım ki, əslində atam onu mənə sevgi dili ilə nə qədər məni aşağılayıb da. Çünki yanımdakı insanlar mənə filan kəs müəllim deyib, əgər bir sayğım var idisə, o şəxsin də bildirməyindən sonra artıq mənim özgüvənim itdi və onun problemi nə idi? İş müəssisəsini dəyişmək istirdi ki, ən azından o çevrədə bunun belə bir valideyn-övlad münasibəti olduğunu bilməsinlər. Baxın, bu bir sevgi dili. Oğlan bildirəndə valideyninə, yəni deyəndə ki, sən bunu bildir, ona bir izah elə, məncə o anlayış göstərər, bəs səncə necə olar? Deyir, məsələn, biz bunları davamlı şəkildə edirik, amma atam mənə ondan sonra daha sərt davranır ki, sən nankorsan, səni mən gətirdim bu müəssisəyə, rəhbər qoydum. Deyirəm, həqiqətən o gətirdi. Deyir, hər bir şey, yəni mən təhsil almışam, imtahan vermişəm, bu nailiyyətə gəlib çatmışam. Yəni atam zəhmətini vurğulayır. Mən o zəhmətini danmıram, lakin davamlı şəkildə öz egosunu üzərimə sınamağı məni əzir. Yəni burada əslində böyük bir mesaj var. Çünki bu кейsdən sonra diqqət elədim ki, əslində ətrafımızda belə valideynlər çoxdur. Məsələn, adi bir evdə ailə daxili münasibət zamanı nəsə bir hadisə olanda, məsələn, kobud şəkildə kəs səsini, səni bu mövqeyə mən çatdırım. Kim çatdırmalıdır? Valideyni əgər sənsənsə, əgər bu övladın böyüyü sənsənsə, bu sənin tabeliyində doğulub, böyüyüb, cəmiyyətə buraxılıbsa, yəni bunu sən yetişdirmisən də. İndi bunu davamlı olaraq qaxınc etmək, davamlı olaraq evladını özündən bezdirmək nə qədər nailiyyətdir, nə qədər ailədir. Yəni bu mövzulara məncə biz ailə daxili hamı buna diqqət eləməlidir. Həm də məncə burada da sərhədlər məsələsi aktuallaşır. Gəlirik, sərhədləri qoruyasan. Doğrudur. Valideyn belə olsa gərək sərhədləri qoruyasan ki, sonra bu sərhədlər ailədən də kənara çıxa bilər. Bilirsiniz bizdə böyük boşluq nədir? Biz ümumiyyətlə şəxsin nə emosional sərhədinə, nə münasibət sərhədinə hörmət qoya bilmirik. Baxın, əvvəl danışdıq, gəlin qaynana və yaxud bu elə ər-arvad arasında da olur, evlad ana arasında da olur, iş yoldaşlarımız sahəsində də olur. Yəni o münasibətdə əgər özümüzü qoruya bilmiriksə və yaxud qarşımızdakı bir termində mən deyim, borderline deyirik də, yəni xəttsiz, sərhədsiz insan qarşımıza çıxırsa və bunu davamlı olaraq bizi bu yükə, bu travmaya əgər sürükləyirsə, təbii ki, bir gün o insan cavab verəcək, bir gün o insan nəhayət ki, axır bildirəcək ki, mən bunu daşıya bilmirəm, bu yükün altında əzilirəm. Bura gəlməmişdən əvvəl bir yazı oxudum. Diqqətimdə qaldı, indi məqamı da deyim. Deyir, insan nədənsə travma alırsa, ona cavab verdiyi vaxtda həmən yaşında olmur, travmanı aldığı yaşda olur. Yəni tutaq ki, 10 yaşında alıbsa, 25-də cavab verirsə, 10 yaşındakı, bəli, o travmasının yaşındakı kimi cavab verir. Ona görə də emosiyalar partlayır. Məsələn, biri baxır ki, tutalım bu hadisə olmuşdu da, yetkin insandır. Bu formada o niyə cavab verir? Çünki o artıq olur 6 yaşındakı, 10 yaşındakı, 14 yaşındakı vəziyyətində. O emosional partlayışlar ona görə o qədər əsəbi və gərgin olur. Belə, Lala xanım, təşəkkür edirəm. Ümid edirəm ki, bizi izləyib dinləyənlər bugünkü söhbətlərdən hər hansı bir fayda götürə bildilər. İstər gəlinlər olsun, istər yeznələr olsun, qaynatalar, qaynanalar ya da sadəcə rəfiqələr və dostlar. Sonda nəsə əlavə etmək istəyirsinizsə buyurun və sağollaşın. Dəvətiniz üçün sizə təşəkkür edirəm. Çox sağ olun. Belə dostlar, əgər bu video ilə ilk dəfə bu kanal qarşınıza çıxıbsa, kanala abunə olun, bizi sosial media hesablarından izləyə bilərsiniz, podkast platformalarından dinləyə bilərsiniz, bizə Coffee üzərindən iyanələr edə bilərsiniz. Bütün keçidlər videonun altındadır.
Özünüzə yaxşı baxın, çalışın sağlam və xoşbəxt olasınız. Hələlik.